Diqqət, diqqət! Böyük zəlzələ yaxınlaşır. Mütəxəssislər ABŞ-ın Sakit Okean sahilləri üçün yaxınlaşan təhlükə barədə xəbərdarlıq edirlər. Onların proqnozlarına görə Kaskadiya subdukasiya zonasında 8 bal gücündə zəlzələ baş verəcək. Güclü zəlzələ sahil boyunca torpağın təxminən 2 metr aşağı enməsinə səbəb ola bilər. Bu, Kaliforniya, Vaşinqton və Oregon kimi ştatlar üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu barədə tədqiqatçıların Life Sciences jurnalında dərc olunan məqaləsində bildirilir. Okean tektonik plitələrin kontinental plitələrin altına batdığı Kaskadiya subdukasiya zonası indiyə qədər regionda dəniz səviyyəsinin qalxmasının qarşısını alan özünə məxsus bir qalxan rolu oynayıb. Lakin geoloji sübutların göstərdiyinə görə burada sonuncu zəlzələ 1700-cü ildə baş verib və sonra sahil xətti hər il 1-3 mm qalxıb. Ancaq cari 10 illiyin sonuna qədər qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsinin qalxması sürəti Kaskadiyanın qalxma tempini üstələyəcək. Alimlər 8 bal gücündəki zəlzələnin bugün baş verdiyi ssenarini modelləşdirərək onu 2100-cü ildə dəniz səviyyəsinin 0.4-0.9 metr qalxması gözlənilən vəziyyətlə müqayisə ediblər. Modellər göstərir ki, su altında qala biləcək ərazi bugün zəlzələ zamanı 300 kvadrat kilometr olduğu halda gələcəkdə 370 kvadrat kilometrə qədər arta bilər. Bundan başqa, əlavə 17.710 nəfərin həyatı təhlükə altına düşə bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxması ilə birlikdə baş verəcək belə böyük zəlzələ sahil boyu yaşayış məntəqələrinin görünüşünü tamamilə dəyişə bilər. Şəhərlər və qəsəbələr həmişəlik suyun altında qalacaq.